Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam söyləyirdi ulu öndərimiz. Bəli, məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə elektrik enerjisi sisteminin inkişafı daim prioritet məsələlər sırasına aid edilərək iri miqyaslı layihələr həyata keçirilib. Tarixi vərəqləsək görərik ki, Azərbaycanda energetikanın inkişafı neft sənayesinin inkişafı ilə bağlı olub. Məhz bu səbəbdən də bütün energetik qurğular və sahələr praktik olaraq Abşeron yarımadasında yerləşdirilib. Ölkəmizdə elektroenergetikanın inkişaf tarixi 19-cu əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının Neft rayonunda Nobel qardaşları tərəfindən elektrik stansiyası inşa edilib. 1903-cü ildə isə elektrik stansiyalarının sayı artıq 70-ə çatmışdı. 1920-ci ildə Respublikamızın ərazisində yerləşən energetika müəssisələri milliləşdirildi və onların bazasında Elektrotok adlı idarə yaradıldı. İri yarımstansiyaların, istehsalat obyektlərinin və elektrik xətlərinin tikintisi ötən əsrin 70-ci illərində geniş vüsət aldı. O zaman bu işlərin təşəbbüskarı Respublikaya yeni təyin olunan rəhbər ümumilli lider Heydər Əliyev idi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən həmin strateji xətt uğurla davam etdirildi. Ölkəmiz həm elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödənilməsini təmin etdi, həm də elektrik enerjisi ixrac edən respublikaya çevrildi. Paytaxtın elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Bakı Elektrik Şəbəkə Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
Ölkə başçısının 10 fevral 2015-ci il tarixli sərəncamı ilə Bakı Elektrik Şəbəkə ASC-nin adı dəyişdirilərək Azərişıq Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Azərişıq qurumunun yaradılması nəticəsində hal-hazırda bütün bölgələrdə elektrik enerjisi ilə təchizatla bağlı əlavə tədbirlər görülür. Ötürücü xətlər, transformatorlar, bu təsərrüfatın inkişafına böyük ehtiyac var idi. Hal-hazırda Azərişıq çox fəal bu işlərə qoşulub. Əminəm ki, bir neçə ildən sonra bütün bizim bölgələrimizdə elektrik enerjisi ilə təminat Bakıda olan səviyyəyə qalxacaqdır. Beləcə, Azərbaycan Respublikası ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi Azərişıq Açıq Səhmdar Cəmiyyətinə həvalə edildi. Əsas missiya Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini istehsalçılardan satın almaqla istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz etməkdən, yeni texnologiyalar tətbiq olunmaqla paylayıcı şəbəkələrin maddi-texniki bazasını müasirləşdirməkdən, habelə bu sahənin inkişafı ilə bağlı digər zəruri tədbirləri həyata keçirməkdən ibarətdir. Bu məqsədlə ölkənin bütün ərazilərində geniş miqyaslı yenidən qurma və təmir işləri aparılır, şəbəkə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl və innovativ texnologiyaların tətbiq edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür, istismar müddəti bitmiş avadanlıqlar texniki baxımdan daha müasir və güclü avadanlıqlarla yenilənir, yeni yarımstansiyalar tikilir, uzun müddət istismarda olan naqil və açıq tipli hava xətləri yeni müasir izolyasiyalı naqillərlə əvəz olunur. Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Səhmdar Cəmiyyət tərəfindən göstərilən xidmətlərin keyfiyyəti mütəmadi olaraq yüksəldilir. Ölkə boyunca aparılan texniki yenidən qurma işlərində ekoloji aspektlərə və ətraf mühitin mühafizəsinə böyük diqqət yetirilir. Qurum həmçinin ölkədə aparılan ağacəkmə kampaniyasında fəal iştirak edir.
Azərişıq Açıq Səhmdar Cəmiyyəti 10 fevral 2015-ci ildən, yəni yarandığı gündən cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda və regionlarda, eləcə də torpaqlarımız işğaldan azad olunandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bir sıra uğurlu layihələrə imza atdı. Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəri. Birliğimiz var olsun, Allah bize yar olsun. Ey şanlı qəhrəmanım, Ali Başkomandanım, Ali Başkomandanım. İşıq da verildi. Bu birinci mərhələdir də bu. İkinci mərhələdə tam veriləcək. Elektrik enerjisi təchizatı əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən bu işlərlə biz məşğul olmağa başlamışdıq və ilk növbədə Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli praktiki addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. Azərişıq artıq elektrik xətlərini Şuşa şəhərinə çəkib. Qurum fəaliyyət göstərdiyi 10 il müddətində qazandığı nailiyyətlərlə ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial rifahına töhfəsini verdi. Azərişıq Açıq Səhmdar Cəmiyyətinin 100 kənd layihəsi ilkin araşdırmalar, təhlillər nəticəsində 7 rayon ərazisində ən çox itkisi olan yaşayış məntəqələri üçün nəzərdə tutulmuşdur. Ümumi itki göstəricisi bu ərazilərdə 112 milyon kilovat-saatdan çox idi. Layihə yekunlaşdıqdan sonra 112 milyon kilovat-saat elektrik enerjisinin, yəni itkilərinin qarşısı alındı. Bu həm də 112 milyon kilovat-saat elektrik enerjisinə qənaət demək idi. Ekoloji
baxımdan ətraf mühitə atılan karbon dioksid emissiyasının qarşısı alındı və nəticədə illik 67 min ton karbon dioksid tullantılarının emissiyasının ətraf mühitə atılmasının qarşısı alındı. Müasir texnologiyalar və ən son innovativ yeniliklərin tətbiqi göstərilən xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, həm də vətəndaş məmnunluğunun artmasına şərait yaratdı. Azərişıq Açıq Səhmdar Cəmiyyəti Asan Xidmət və Asan Kommunal mərkəzlərində 17 xidmət növü üzrə xidmət göstərir. Bunlardan 12-si elektron hökumət portalına tam inteqrasiya olunaraq vətəndaşların istifadəsinə verilmişdir. Bu istifadəyə verilməkdə məqsəd əlavə vaxt itkisinin olmamağı, vətəndaş məmnunluğunun daha da keyfiyyətli, daha yüksək olması, vətəndaşlar heç bir yerə getmədən, evlərindən, ofislərindən rahat şəkildə EGOV və ya Azərişıq Açıq Səhmdar Cəmiyyətinin internet səhifəsindən müraciət edə bilərlər. İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən Azərişıq ASC tərəfindən son 10 il ərzində ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidən qurma işləri çərçivəsində 20 min kilometr uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkildi. 30 min kilometrə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olundu. Yarımstansiyalar inşa edilib, 70 min ədəd yeni transformator məntəqəsi quraşdırıldı. Həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olundu. Son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri də ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Bu sahədə son bir il ərzində, xüsusən ötən il noyabrın 11-dən 22-sinədək ölkəmizdə keçirilən COP29 ərəfəsində ciddi addımlar atıldı. Paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerji doldurma məntəqələri quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edildi. Bakı şəhəri və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 enerji doldurma məntəqəsi quraşdırıldı. Şuşa şəhərində istifadəyə verilən rəqəmsal idarəetmə mərkəzinin Şuşa şəhərinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı baxımından çox böyük mühüm hadisədir. Belə ki, ənənəvi 3 pilləli 35-10-04 kilovoltluq paylayıcı şəbəkələrin yerinə Şuşa şəhərində yeni qurulan dairəvi təchizat sxemi 35-04 kilovoltluq paylayıcı şəbəkələrlə əvəz olunmuşdur. Yeni şəbəkənin istifadəyə verilməsi 35-10 kilovoltluq yarımstansiyaların və 10 kilovoltluq elektrik xətlərinin tikintisini, saxlanma və istismar xərclərini azaldacaq, texniki itkiləri minimuma endirəcək və beləliklə də əhalini tam dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək mümkün olacaq. Azərişıq Açıq Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda yenidən qurma işləri icra olundu və bu proses hazırda davam edir. Uşaqlar, biraz tez olun, hava qaralır. İşıq olmasa çörək də bişirə bilməyəcəyik. Generator yenə söndü. Bu günlərin deyirlər Şuşamızda öz işığımız çəkiləcək və daimi olacaq.
cəld ol. Tez, biraz cəld ol. Hava qaralır, birazdan gözü görməyəcək. Zülmət olacaq, tez olun. Gərək bu qaranlığa bugün son qoyaq, zülməti aydınlaşdıraq. Səttar əmi, Şuşa neçə ildir belə qaranlıqdadır ki? Əcəb dedin ha bala. Şuşa qaranlıqdadır. Neçə yaşın var sənin? 20 yaşım var. Nə olub ki, Səttar əmi? Yaşın çox olsaydı qınıyardım sənə bala. Şuşanın qaranlıq tarixçəsini bilmirsən. Ancaq sən 20 yaş dedi, mən özümü qınadım ha bala. Şuşanın qaranlıq gecələri başlayanda mənim özümün 20-21 yaşım vardı. İndi 50-ni haqlamışam. Gör neçə illərdir Şuşanın işıqları sönüb. Bilirsən də Şuşanın necə aydın günləri, işıqlı gecələri var idi. ...92-ci ildə erməni teröristlər tərəfindən Şuşa şəhərinə hücuma keçdilər. Biz var qüvvəmizlə onlara müqavimət göstərməyimizə baxmayaraq, mayın 8-də Şuşa işğal olundu. Elə həmin vaxtdan Şuşanın qaranlıq gecələri başladı. Xalqı pərən-pərən olub, darmadağın oldu. Könlümün sevgili məhbub məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Mayın 8-də Şuşa şəhərinə qaranlıq zülmət gecə çöktü. O gündən Şuşa şəhərinin işıqları söndü, ocaqları soyudu. 28 il yarım keçməsinə baxmayaraq, Şuşa şəhərinə bizdən əlini üzdük, nə biz ondan əlimizi üzdük. Çox şükür Allaha, o gün gəlib çatdı. Կան Պետրոսյան Ռոբերտ Արմենի, ծնված 1992 թվականին։ Ադրբեջանն իրեն միջազգային իրավունքից վեր դասելու հերթական փորձն է անում։ Արցախի արտգործ նախարարությունը հայտարարություն է տարածել արձանագրելով, որ սեպտեմբերի 27-ից շարունակվող döyüş aktivliğinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatına başlaması barədə qərar verilir. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutmur. Azərbaycan ordusu hal-hazırda düşmənin hərbi mövqelərinə ateşlər, zərbələr endirir.
Biz hak yolundayıq. Bizim işimiz hak işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Hazırki məlumata görə cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Gərvənd, Kənd Qaradiz, Yuxarı Abdurrahmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Axıra qədər gedəcək. Axıra qədər, sona qədər gedəcək. Düşməni bundan sonra da qovacaq. Necə ki qovuruq. Necə ki qaçır bizim qabağımızda. Və qaçacaq. Cənab Ali Başkomandır, biz söz veririk ki, bütün işğal olunmuş torpaqlarımızda üç rəngli bayrağımız dalğalanır. Füzuli şəhərində Azərbaycanın üç rəngli bayrağı qaldırıldı. Müdafiənin körpüsü və ərazisi işğaldan azad edilmiştir. Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Qubalı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Novruz bayramını bir dəfə şada keçirdəcəyik. O birisi Laçında, o birisi Kəlbəcərdə, o birisi Ağdamda, o birisi Füzulidə, o birisi Cəbrayılda, Lənkəranda, Qubadlıda. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, Ulu Öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. İşimizin məqsədi ondan ibarət olacaq ki, şanlı ordumuzun qələbəsi nəticəsində işğaldan azad olunmuş Şuşa şəhərinə tez bir zamanda, qısa müddətdə enerjinin verilməsi. Enerjinin verilməsi Şükürbəyli 35-10-04 yarım stansiyasından mərkəzi başlanğıc bu istiqamətdən olacaq. Gecə, gündüz biz çalışmalıyıq. Tez bir zamanda Şuşa şəhərimizə işıq verməliyik. Strateji obyektlər tez bir zamanda enerji ilə təmin olunmalıdır.
bildiyimiz kimi Hadrut yarımstansiya 35-10 kilovoltluq yarımstansiya olub orada. Həmin yarımstansiyada mənfur düşmən gedən vaxtı bir daha o xislətini ortaya qoyub, gedən zaman həmin transformatorların ikisini də götürüb aparıblar oradan. Biri 4 MVA, biri də 5.6 MVA olan transformator. Yəni onların həmin sxemləri bizim əlimizdədir. Həmin transformatorlar briqada tərəfindən bərpa olunmalıdır. Oradan da relyefin çətinliyinə baxmayaraq, meşədə bəzi yerlərdə yoxuşlu yerlərin olmağına baxmayaraq, minalı ərazi artıq onlar da Qırmızı Bazar istiqamətində, oradan da düşən minalı olmuş ərazilər Anama tərəfindən artıq işlərə başlanılıb. Qısa müddətdə biz Şuşaya işığın verilişini bərpa eləməliyik. Torpaqlar alındı, bizim öhdəmizə də düşən cənab prezidentin dediyi tövsiyəyə tapşırıqlarına qısa bir müddətdə Şuşamıza işıq vermək. Bəli, bu müddət ərzində xəddin çəkilişi eyni zamanda Hadrut yarımstansiyasında dağıdılmış transformatorların yenidən bərpa olunmasında heç bir çətinliyimiz olmayacaq. Çətinliyimiz sadəcə olaraq bu dağlıq meşəlik ərazi olduğuna görədir. Buna baxmayaraq biz yenə də çalışacağıq ki, Şuşa şəhərimizi, Hadrut qəsəbəsini enerji ilə təmin edək. Allah xeyir versin. İşimizə başlayaq, tez bir zamanda Şuşamıza işıq verək. İşğaldan azad olunmuş Hadrut qəsəbəsi, Şuşa şəhərimiz erməni işğalçılar tərəfindən tam yarımstansiyalar, eyni zamanda xətlər dağıdılmışdır. Rayonlarımızın enerji ilə təmin olunması üçün 110-35-10 kilovoltluq şübhəli yarımstansiyasından hal-hazırda yeni müasir standartlara cavab verən 35 kilovoltluq xətt çəkilmişdir. Hadrut qəsəbəsində 2 ədəd 4 MVA gücündə transformator tam quraşdırılmışdır. Hal-hazırda xəddin şəbəkəyə qoşulması üçün deməli çıxış yağaçları quraşdırılıb. Hal-hazırda vəziyyət necədir? 35 kilovoltluq yağaçlar tam hazır vəziyyətdədir. Hadrut qəsəbəsini tam enerji ilə bərpa edə bilərik, işıq verə bilərik. Missiyamız yeni müasir tələblərə cavab verən xətt vasitəsilə Hadrut qəsəbəsini enerji ilə təmin etmək və oradan da mədəniyyət beşiyimiz olan Şuşa şəhərini enerji ilə təmin etməkdir. İlk qayıdış bu kəndə olub, Ağalı kəndindən olub. Biz Azərişıq olaraq Zəncan yarımstansiyasından çıxan 20 kilometr məsafəyə tam izolasiya olunmuş 35 kilovoltluq kabel hava xətti çəkmişik. Və bu xəttin sayəsində cəmaatımız, əhalimiz, abonentimiz dayanıqlı olaraq fasiləsiz elektrik enerjisi ilə təmin olunur.
Al sporçuya. Sefer, çek. Çek. Kömer olsun. Dön çömeği. Dön çömeği. Şükür Allaha, deyilən vaxtda 20 gün müddətində Şükürbəyli yarım stansiyasından çıxan 35 kilovoltlu hava xəttinin çəkilişi Hadrut istiqamətində, yəni Hadrut qəsəbəsində yerləşən yarım stansiya kimi çəkildi. Yarım stansiya gərginlik verildi. Hadrut qəsəbəsində yerləşən dövlət əhəmiyyətli obyektlərimiz enerji ilə təmin olundu. Allaha şükür ki, işlərimiz tam normallıqla deyilən vaxtda başa çatdırıldı. Hal-hazırda yarım stansiyadan 35-10 kilovoltluq Zoğal bulaq, oradan da Şuşa istiqamətində işlərin görülməsi davam etdirilir. Çək. Ağaç ol, çək. Axıra ki. Biraz da güclü. Yaxşı, əla. Gördüyünüz kimi qarşımıza çay çıxıbdı. Çayın içərisindən kabel keçirtmişik. Yəni havanın soyuq olmasına baxmayaraq sudan keçdik, kabel keçirtdik. Çətinliyə baxmayaraq biz heç də ruhdan düşmürük. İşimizi gecə-gündüz davam elətdiririk. Qarşımıza meşə də çıxsa, dağ da çıxsa, qısa bir müddətdə inşallah Şuşamıza iş verəcəyik. Üzərimdə varsa qutarar. İnşallah 2 saatlik işimiz var. Durağan qardaşlar, başlayağın hava da qaranlıqlaşır. Hava biraz axşam soyuq olacaq. Qar da deyib. Elə eləyən ki, Allahın köməkliyi ilə 2 saata yekunlaşdırıb çıxağın ərazidə.
Şahin çəkil! Azərişıq Açıq Tipli Səhmlər Cəmiyyətinin kollektivi olaraq bizim məqsədimiz dekabrın sonuna dək qarlı, boranlı, havalar, palçıqlı, çətin relyef şəraitinə baxmayaraq tez bir zamanda işlərimizi yekunlaşdırıb Şuşamıza işıq verəcəyik. Eşq olsun Azərbaycan ordusuna, ali başkomandanımız var olsun. Çək, qal, çək. Tam açılsın. Bir götürürüz. Çək, tam düzəlsin, çək, tam düzəlsin. Çək, biraz çək, sola. O belə. Belə, bir hissə tam düzəlsin. Qabaq çək. Normal, aşağısı normal değil. Yuxarı tərəfi də çək, tam düzəlsin, Çək, paltadan çək belə. Gel bak quru yerdən buradan belə çək bax belə. Çək. Hava hissə yaxşıdır, əla, bu hissə yaxşıdır. Əla, sağa çəkin, sağa. Deyirlər bülbülə çəmən yaxşıdır, insan çöllər... Dayan. Niyə, nə olub ki? Gözdə tərpənmə. Əsgərlər, o dayandığı yerə baxın, yoxlayın oranı bir dənə. Necə ki bizim əsgərlərimiz bu torpaqlara ölməyə, yox öldürməyə gəldilər, zəfər çaldılar, qələbə çaldılar. Biz də bu torpaqlara işıq verməyə, nur verməyə gəlmişik. Ona görə də gözümüzü dörd açıb hər tərəfə baxmalıyıq. Xain düşmən bizim torpaqlarımızda hər metrə tələ qurub, mina bastırıb. Ehtiyatlı olmaq lazımdır. Füzuli rayonunda Səhərət boyu nə qədər xəttlərimiz varsa, düşman hər an vururdu onu. Biz də elə bir gözləyirdik o xəttləri ki, məsələn, bir saat keçəndən sonra vurulan xətti, sonra gedib bərpa eləyirdik. Qoymurduq ki, heç bir kətlərimiz işıqsız qalsın. Oktyabrın 4-ü Horadiz yarım stansiyasından 35-10 kilovoltluq nasos xətti var. Oradan çıxan xətti düşman vurmuşdur. Getdik o xətti düzəltməyə, düşman atdığı top mərmisi gəldi bizim yanımıza düşdü. Düzdür, Azərişıq bizə güllə keçirməyən gödəkçə vermişdim, ancaq buna baxmayaraq, gənə də biz qəlpə yarası aldıq indi. Bəndən də başqa 2 nəfər yoldaşım da, onlar da qəlpə yarası aldı, onları da maşına qoyub xəstəxanaya çatdırdıq. Şükür Allaha ki, biz sağ-salamatıq. Bu olan hadisələr bizi qorxuzmadı. Əksinə bizə ruh yüksəkliyi verdi. Azərişıq əməkdaşı olaraq gecə-gündüz çalışıb öz işığımızı biz Şuşamıza verəcəyik. Ehtiyatlı ol. Ehtiyatlı ol. Altı boş ayağına. Çək.
Oradan kömələr oradan. Yaxşı, bəs eləyər. Keçirəli, Rasim keçirəli. Süper, kəndə çıxarım. Keçirəli. Kömələr, Allah tutun. Ehtiyatlı qal. Səs ehtiyat çıx, səs ehtiyat. Ona da köməklə çıxsın. Oradan keçdi, əsl oydu. Allahın köməyinə Hədəfimizə vaxtında satacaq müəllim. Texnika işləyə bilmir də, texnika işləsə heç bir qədər əzə çəkməz. Gördüyümüz kimi, yəni xəddin çəkilişində relyefə görə dağlıq, meşəlik, çay keçidləri çətinlik yaradır. Texnika işlə bilmədiyinə görə işçi qüvvəsi hesabına bu kabel xəddinin çəkilişi tərəfimizdən davam etdirilir. Heç bir çətinliyə baxmayaraq, yəni biz xəddin çəkilişini davam etdiririk. Müasir dayaqlar əkilir, elektrik xətləri çəkilir və yeni güc mərkəzləri yaradılır. 2024-cü ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutdu. Sentyabrın 2-də Kəlbəcərdə İstisu yarımstansiyası, oktyabrın 3-də Zəngilan elektrik şəbəkəsinin rəqəmsal idarəetmə mərkəzi işə salındı. Ağdam elektrik şəbəkəsi və rəqəmsal idarəetmə mərkəzi də istismara hazır vəziyyətdədir. Azərişıq Açıq Səhmdar Cəmiyyəti gənc mütəxəssislərin hazırlanıb işlə təmin olunmasında ötən illərdə bir çox uğurlu layihələr həyata keçirib. Bu məqsədlə 2012-ci ildən fəaliyyət göstərən Tədris və İnnovasiyalar Mərkəzinin 2015-ci ildən başlayaraq 9 regional filialı təsis edilib. Bugün yüksək bilik və bacarığa malik peşəkar kadrların hazırlanması bilavasitə həmin filiallarda gerçəkləşdirilir. Hazırda tədris mərkəzi türk dilli dövlətlər də daxil olmaqla
12-dən çox ölkəni əhatə edən beynəlxalq şirkətlə əməkdaşlıq edir. Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin hər bir regionunun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə ən ucqar dağ kəndlərinin, habelə sərhəd boyu ərazilərin elektrik təsərrüfatını yeniləyir, vətəndaşlara işıqlı həyat bəxş etmək üçün 24 saat fasiləsiz xidmət göstərir. Şəraitdə işləmək çətinlik ki? Yox, heç bir çətinlik yoxdur. Biz quruduruq ki, bugünkü günə şükür vətənimiz azad olub işğaldan. Qar da olsa biz bunu fəxrlə görürük. Bizim bu işıqlandırmanı, bu işığı çəkmək, bugünkü vətənimizdə mən fəxr duyuram öz vətənimlə. Uzun müddətdir buradasınız. Bəli, 3-cü ilə keçir. Alagöllər, Göyçöl gölü deyirlər. Əfsos ən ucqar yerdə biz özümüzə şərəf bilib burada işləyirik. İşıqlı Azərbaycan naminə şövqlə, əzmlə, fədakarcasına çalışan Azərişıq 10 yaşın mübarək.